Salamlayıram sizlərə məşəsiniz. Seydər Azərbaycan Konferans Liqasındayıq. Günün açılış maçı Hamamlı və Bakı komandaları qarşılaşır artıq. Oyun hakimində start üstü səsləndirildi bu uğurlar iki komandaya. Olaraq göylü formada meydanlar mübarizə aparır. Hamamlı komandası, qaralı formada isə Bakı komandası. Hazırda Bakı komandası topladı. Ramil geriyə çəkildi, qapçısı ilə oynadı. Nərman Məmmədoğlu'nun təzyiq var idi. Bu təzyiq bir qədər Sərdar Sərdarova tələstirir qapıda. Körtəbii bir ötürmə etdi. Elmar təhlükəli hücum həmləsi Hamamlı komandasından. Elmar ötürmə cəmi meydan sahasına top Sərdardadır. Ramil qayda pozulub Ramilə qarşı faul. Cəmil topladı, əli ilə oynadı. Sağ zanaha Bulutxan öz zanaha boyunca bir ötürmə gəldi. Sadiq Ramil Cəmil qəbul edir topu. Yenidən Sadiq istiqamətində, lakin Elmar mane oldu o ötürməyə. Ramil paralel şəkildə bir ötürmə. Sadiq top Cəmildə. Ramil və küncdən zərbə, yoxsa öz komanda yoldaşlarından toxmuş oldu. Zənnimcə sanki bir toxmuş var idi. Cəmil topladı. Əli Bulutxanla oynadı yanda. Boşluq axtarı ötürmə etmək üçün Bulutxan qapçısı ilə oynuyor. Sərdar yanda Əli. Yenidən Bulutxan bir qədər müdafiədən çıxmağa çətinlik çəkir bu saniyələrdə Bakı komandası. Əli Nərman Məmmədov pressing nəticəsində qazandı topu. Nərman top qapıdan yan keçir. Bir de Sadık. Cəmil top əlidə. Geriyə doğru Bulutxan. Cəmil cınahı dəyişməyə çalışdı, amma nümansız ötürmə. Korneri yollanır. Küncdən zərbə yerinə yetiriləcək. Nərman Məmmədovdan ötürmə gəlir, lakin nə toxmuş edən, nə də zərbə indirən var. Sərdar Sərdarov Cəmil oynadı yanda. Paralel şəkildə bir ötürmə həmləsi. Təzyiq nəticəsində Hamamlı komandası topu qazandı, lakin Nərman Məmmədov anidən dirəyin yaxınlığında peyda oldu. Zərbəsi dirəkdən qayıtdı. İndi qayda pozulub Cəmilə qarşı. Bulutxan topun gerisindədir. Ramil kəsi topun gerisinə. Qapçısı ilə oynayır. Sərdar Bulutxan. Hələ ki, maç orta templə start götürüb. Tərəflər arasında sürətli oyunu izləmirik. Sadiq reydi uğurlandı. Sürməsi qarşılanır. İndi Cəmildə amansız təzyiq var idi. Ötürmə yenidən Cəmil. Cəmil indirir zərbəni, top qapıdan yan keçdi. Marvel Sadiq qazandı topu. Cəmil geriyə doğru ötürmə. Əli ötürmə bir qədər Cəmil üçün sürətli alınır. Hafiz Bulutxan tərəfinə qarşılandı ötürmə. Elmar çəkdi, sol ayağına indirir zərbəni, yaxın künc bağlandı qapısı tərəfindən. Korner eşqindən zərbə və gol hesab açılır Hamamlı komandası tərəfindən. Komandanın əsas aparıcı oyuncularından
Eşkin topu tora qovuşturur. 1-0. Əli topladı. Şimdi sağsına ha. Ramil. Sınaha değişti. Əli. Ramil. Sadi. Karşısında Eşkin. Elmar kazandı topu. Yeniden top ikisi var ondan. Sadik. Ve bir anlıq agresif bir təzyiq var Eşkindən. Sadiqə qarşı topla qazandılar və hücum saxladı oyunu. Qayda pozulub. Əli. Rami. Yeniden Əli. Bizə. Out. Ay! Baş komandası topladı. Sadik. Mərkəzə doğru ötürmə. Teş toxunmuş ötürmə yenidən Sadiqə gəlir. Serdar Serdarov. Ana komanda yoldaşı ilə oynuyor. Sınaq dəyişir. Sadik. Diagonal ötürmə Ramilə. Şimdi Elmar artıq neçənci dəfədir ki, maçın ilk dəqiqələrindən Hamamlı komandası topu almağa cəhdi bir anlıq uğurlu alındı demək istəyirik ki, yenidən heç bir saniyə keçmə itirirlər topu. Sərdar çıxışda uğurludur. Əli. Sağ sınaq oynadı. Ramil. Bir daha sağ sınaq ötürməyədir. Yenidən Ramil. Cəmil. Out. Əli. Əksüm əmrəsi sol sınaqdan əlinin zərbəsi Hafiz. Dəf etdi. Sağ sınaq ötürmə Elmar. Eşkinin önünə doğru cınağı çox yaxşı dəyişdi Elmar. Bir daha Elmar'a ötürməyə eləyir. Marvel imkan vermədilər ona. Baş komandası topu qazanır yenidən. Əldən ötürmək keçmir. Eşkin. Sağsına Elmar yenidən Eşkinə çatmadı top. Sadik. 2 nəfərin atəsindən çıxır. 3-cü rəqimə keçməyə çalışır, amma meydanda saxlaya bilmədi topu. Sadik, top ilk samamızdan qapısında keçdi. Sadik amma zərbə qeyri deyil alındı. Sərdar. Çıxışda yenə də inamlıdır. Ramil blok qoyuldu onun da zərbəsinə. Out. Sadik, Maga. Yeniden Sadik, Cəmilin əsasına ötürməz. Cəmilin zərbəsi dəf olunur. Üçüncüdən zərbə. Əli. Və qayda pozuldu Əliyə qarşı. Cərimə zərbəsi yerinə yetirilir. 3 nəfərlə ibarət canlı səhət. Sadik zərbəsini indirdi, amma canlı səhətdən keçmir top. Daha bir qayda pozuntusu. Daha bir qayda pozuntusu. Ramil topun gerisində işarə gəldi. İndirdi zərbəni canlı səhətdən qaydır top. Tam geriyə çəkildilər. Sərdardan sol sınağa Sadik.
Boşluq axtarır Sadiq götürmə etmək üçün. Bir qədər çətin vəziyyətdə idi, geriyə çəkildi. Əli. Top Makada. Yeniden Sadiq. Çizdi topu Sadiq. Fol. Elmar. Time-out yaşanlaşdı. Yeniden oyuna devam. Hüseynin zərbəsi qeyri-dəqiq alınır. Və ötürmə zamanı səhvi yol verilir. Son anda Əli bu səhvi sığortaladı. Hüseynlə qüvvətli zərbə. Tor Yalmaz ilkələnir. Maga. Qeyri-dəqiq bir ötürmə. Əli. Elmar. Elmar qüvvətli zərbə endirmişdi. Top qapdan yan keçir. Maka. Ramil. Artıq fol limiti tamamlanmaq üzrədir daha doğrusu. Əgər Hamamlı komandası bir qayda pozuntuda etsə, baş komandasının oyuncularına qarşı 10 metrlik zərbə təyin olunacaq onlara qapısına. Həm də ilk hissəni demək olar ortalarını yenicə keçmişik. Və qarşıda bir 10 dəqiqə var rahat. Maga. Rami yeniden Maga. Solzunha Sadiq. Uğursuz ötürmə alınır. Qeyri-dəqiq zərbə. Ötürmə zamanı Əli bir qədər riskli ötürmə etmişdi, amma bəxtləri gətirir. Sərdar. Əli. Yeniden Maga ilə oynadı. Rami. Top ikisi. Hamamlıdan işçi məmləsi, amma Elmardan uğursuzluq olur. Rami Sadiq ilə oynadı. Sol zanaha Magada qoşulur sol zanahdan. Paralel ötürmə. Ramil və yaxın ikinci. Çox yaxşı bağlayır Hafiz. Bir anlıq həyəcanlandırdı öz komanda yoldaşlarını da bu qurtarışıyla. Ramil. Əli. Ötürmə etdi. Sadiqə. Top ikisi. Marvel Nərman oynuyor. Əli kazandı topu. Cəmildən tək topunu ötürmə yaxşanlı müdafiədən çıxdı indi baş komandası. Sağsına ötürmə Sadiq. Bir asma gəldi cərmə meydan sahasına amma Maga çatdıra bilmədi özünə bu ötürməyə. Nərman. Sağdan atıb soldan keçməyəcəkdir. Uğursuzdur. Ramildən aldı ötürməsi. Keçmədi Marvel'dan. Nərman Məmmədov tehlikəli zərbə indirmişdi. Sərdarovdan da refleks. Gözəl alınır. Korner. Gec idi artıq. Hüseyni görənə qədər Elmar bağladılar ona. Əks-hücum başından indi Cəmil. Yanında Sadiq. Zərbə indirir və gol! Sadiq! Tarazlığı bərpa edir heç 10 metreye ihtiyaç olmadı.
Axtardıqları qolda 10 metrə gəlmədən öncə özləri qola imza atırlar. 1-1. Mətləb yenicə meydana daxil oldu. Mətləb İsayev də və Şovut Səfafizdən sığortalandı komanda yoldaşları tərəfindən. Onun səhvəyə solsuna ötürmə Hüseyin kesmədə ötürməsi. Maqa qaptan zərbə. Ramil Maqa ötürmə etdi Cəmil. Saat ikisini dəyişir. Saati Cəmil. Türmə Ramili amma toxmuş etdi. Kifayət etmədi o toxmuş. Topun tora qoşması üçün. Eşkin. Ötürməsi qarşılandı. Cəmil. Taban ötürməsi Sadiqə. Çətin vəziyyətdədir bir qədər. Alt qazanlar ən pis halda. Hafiz. Sərdarov çox önə çıxmışdı. 50 oyun. Və 10 metrlik zərbə. O metrlik zərbə yeni yetiləcək. Şarə gəldi. Zərbə indirilir və Sadiqin zərbəsini dəf etdi Hafiz. 10 metrə fürsəti əldən qaçdı. Out. Vur sürətmə meydanı tərk etdi. Ramil. Sərdar. Zəmin ötürməsi Sadiqə. Kesmədi Mətləbdən ötürmə, amma top Maqada. İndi Amamlı komandasına keçdi top. Ramil. Davoksu Elmardı bu. Teş başını irəlilədi, lakin top zərbəsi, yəni qapıdan yan keçir. Əli. Şikil. Hüseyin. Hüseyin zərbə indirir. Qapısı təhv etdi. Sərdar. Durma Maqaya. Davanla Əli. Keçdi Elmara. Sınağı yaxşı dəyişir. Sadiq. Təhlükəli zərbə idi, amma bir dəqiqə alındı. Və belə ilə şimdi ilk sənə yeşunlaşdıran final finali səsləndirir. Qısa fasilədən sonra ikinci hissədə görüşmə ümidi ilə hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər, artıq maçda ikinci hissə start götürür. İlk isə 1-1 idi, bərabərliyə yekunlaşdı. Tərəflər arasında çəkişməli bir ilk hissə gerdə qoyduq. Baxaq görək ikinci hissədə hesabda dəyişikliyi olacaqmı? Hüseyin Topalı. Əlidən təzyiq davam edir. Taban ötürməsi Sadiq bir pauza elədi. Çəkdi. Sağ ayağına yenidən Sadiq götürmə ünvanına çatmır. Və qaydanı pozub Sadiq Hüseyinə qarşı. Elmar uzaqlaşdırır Cəmil. Əks hücum.
Yox, sürətli şəkildə alınmadı, amma Sadiq Elmarı geridə qoyur. Elmar axıra qədər mübarizə apardı. Yenidən top altı Marvel oynayır. Zərbəsiz Sərdar Sərdarov dəf etdi. Maqa keçmir ötürmə. Əli. Bir dəqiqə götürmə oldu. Elmar. Qaptan zərbə. Ramil. Məktəb sahibi keçə bilmədi. Top eşkində. Eşkinin zərbəsi qaptan yan keçir. Ramil. Sadiq. Sol sınavda ötürməsi. Hüseyin. Müdaxiləsini etdi vaxtında və Cəmildən top meydanı tərk edir. Əli. Cəmil. Geriyə doğru ötürmə. Sərdar. Sadiq. Keçməz ötürmə. Maqa. Elmar çatdırdı özünü topa, eşkin ötürmə gəldi və Əli son anda müdaxiləsini vaxtında etdi. Hüseyin. Elmar! Sərdar imkan vermədi ona. Qol olmasına imkan vermir yenə də bu zərbəndə. Ramil. Cümə qarşılandı. Cəmilin zərbəsi bloklanır. Əli. İtirdi topu Əli. Alt. Cəmil. Qapının üzərindən keçdi. Cümlə salsın Marvel. Out. Marvel dirəkdən qayıtdı top. Out. Ramil. Maqa. Out. Ramil. Marvel. Zərbə qaptan yan keçir. Qüvvətli zərbə indirmişdi. Maqa. Eşkin. Hüseyin. Hüseyin ötürməsi bir qədər Nəriman üçün onu qəbul etmək çətin oldu. Sərdar vaxtında müdaxilə etdi. Eşkindən zərbə yenə Sərdar. Aman vermir. Sadiq.
Hüseynin qaydana pozub. O cənaqda. Nərman gol! Mükemmel gol imza atır Nərman Məmmədov. Kapitan Qayçıvarı möhtəşəm qolandan. Kimin edir hesabı Məmmədov. Bəh, bəh, əcəb gol olur. Aycan Nərman. Əcəb ləzzət elədi bu gol. Məndə. Marvel out. Eşkin. Qaydana pozur Eşkin Sərtara qarşı. Sadiq. Şikidir hesabı yeniden Bakı komandası. Tarazı vərp olundu. Dublə imza atır Sadiqdə. Marvel. Kompetisyondan Rami. Yeniden Sadiq. Vaxt qoyurlar zərbəyə. Dönməsin. Ramil. Sadiq. Ama ötürməsi keçmir. Nərman Məmmədov. Qayda ponsu qeydə alınır. Sərtar. Hüseyin. Kesmədə ötürmə. Sadiq. Baxın da onun qarşısını alırlar. Əli. Maqa. Ram edə bilmədi topu istədiyi kimi. Cəmiyyət yanlışına ötürmə, top qapçı Hafizdədir. Hafiz. Eşkin yaxşı ram etdi topu və indi Sərdar vaxtında müdaxilə edir, uzaqlaşdırır. Nərman. Divar pası uğursuz alınır, əks hücum indi başlayan Ramil.
Sadiqin zərbəsi yaxın güncü. Bu dəfə də yaxşı bağladı Hafiz. Out. Sadiq. Ramil. Qüvvətli zərbə. Təhlükəli zərbə, amma qeyri-rəy bir zərbə oldu. Üçüncüdən zərbə. Marvel. Ramil çox yaxşı fıranda sürətli Eksüm əmrəsində Bakılardan. Ramilin zərbəsi. Top qapdan yan keçir. Ərman Məmmədov yerdə qalıb. Marvel. Sizdə topu. Açan out qazanıblar. Uğursuz bir hücum əmrəsi oldu. Sadiq. Out. Ramil blok qoyuldu zərbəsinə Marvel tərəfindən. Eksüm əmrəsində Amanlı Kamalsan Nərman sayıldı bir evindən. Nərman zərbə endirir. Sərdar, yenə Sərdar. Amansız Sərdar. Mətləb. Zavastırdı top meydandan. Maka. Əli. Ramil və gol! 3-2. Yenə də ilki atır qapıya Ramil. 3-2. Arasında pozulur. Sərdar. Andamaka. Elmar. Ramil imkan vermədi eşkinə. Cəmil. Hüseyin. Qaptan zərbə. Eşki. Aydana postu Maqa. Eşkinə qarşı Hakimin ikinci. İşarə gəldi. Bitirmə miydi, zərbə miydi? Yenə məlum olmalı. Hüseyindən keçmədi ötürmə. Eşkin.
Cəmil, Sadiq, sol saha, əlinin zərbəsi və dirəyə toxunuş var idi. Sadiq, itirdi topu, Eksücün. Hüseyin. Hüseyinin zərbəsi bloklanır. Nə oldu? Nə oldu? Fol qeydə alınır. Şərə gəldi. Eşkinin zərbəsi toxunuş var rəqibdən. Eşkin. Nərman. Yenə bloklandı zərbə. Eşkin. Keçmədə ötürməsi əlidən. Hüseyin davam ötürməsi Mətləb. Və onun ötürməsi isə altı yolanda. Əli, Cəmil, İntəri, Canağı dəyişir, Ramil, Hüseyinlə toxmuş və korner. Elmar. Eşitun açımında Amamlı komandısı təhlükəli gələ bilər. Nərman Məmmədov. Məmmədov. Oy oy oy. Hücum davam edir. Eşkin. Orada necə zərbə indirə bilmədi. Boş qapıda fərqlənə bilmir. Sadiq. Sadiq. Hafiz. Dəf edir. Son dəqiqələrə yaxın. Korner. Ramil. Hafiz ikinci zətlə tutur topu. Elmar. Markadan zərbə geridəyidir. Eşkin. Alt. Sadiq meydanı tərk etdi. Nərman çıxdılar müdafiədən Amamlı. Solsun ötürmə. Elmar. Elmar qapı tirimanə oldu qola. Eşkin. Nərman. Elmar. Elmar Eşkindən qayıtdı top. Uzaqlaşdırdılar. Eşkin. Hafiz görüşünə qüvvətli zərbə oxlanır. Yenidən Eşkin. Nərman. Ötürmə Elmara. Nə baş verir orada?
zərbə. Hakim vara baxacaq. Penalti epizoduna görə. Var mı, yox mu? Və vara baxıldı, etirazlar əbəs yerə olur. Ələ ümumiyyətcə toxumuş yox idi Maqa tərəfindən. Maqa. Vursa, vursa! Vursa! Dabral. Eşkin. Elmar. Və indi top ilkisi var. Əksü məmləsi tek bir epizod. Saati qapısında keçdi, amma yenə də zərbə yeri deyildi. Hafiz. Nərman çox yaxşı gördü Elmarı, amma Sərdar aman vermir. Uzaqlaşdırdı Sərdar. Nərman. Çox yüksəkdən bir ötürmə olur. Maçın sonlarda daha çox templəndi. Bir tərəfdə bərabərlik o axtarışında Hamamlı komandası, bir tərəfdə isə hesabı qoramağa çalışan, əks hücumda yaxalamağa çalışan Bakı. Maqa. Qayda pozuldu Nərman tərəfindən Maqaya qarşı. Aha, əl arxa cibə getdi. Qırmızı vərəqə. İkinci sarı Nərman Məmmədova lazım deyildi. Bax, belə çətin vəziyyətdə son dəqiqələrdə. İşarə gəldi. Məncə son saniyədə, bəlkə son hücumdur. Maqa zərbə yaxın üzərinə keçdi. Yox. Hakim bitirmir maçı. Sadiq. Oxlandı zərbə. Out. Və indi Hakim final fitini səsləndirdi. Bu maraqlı maçdan Bakı komandası qalib tərəfə ayrılır, 3 xal aktivlərini yazdırır. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca istəməydim şəxsiniz Heydər Hüseyni növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.